Bir daha salam uşaqlar. Bundan öncəki videoda tabisiz mürəkkəb cümlə haqqında müəyyən məqamlara toxunduq. İndi isə tabisiz mürəkkəb cümlədə olan məna əlaqələri haqqında danışmaq istəyirəm. Yəni tabisiz mürəkkəb cümlənin tərəflər arasında müxtəlif məna əlaqələri var. Bir aydınlaşdırmağa çalışaq, hansılardır? Uşaqlar, birincisi zaman əlaqəsi. Zaman əlaqəsi. Zaman əlaqəsi necə olacaq? Məsələn, deyirəm ki, küçədə maşınlar işləyir. Maşınlar işləyir. Adamlar tələsirdilər. Tələsirdi. Kim? Adamlar. İşləyir. Nə? Maşınlar. Demək gördük ki, işləyən maşınlardır, tələsən adamlardır. Ayrı-ayrı mübtədalarla uzlaşan xəbərlərimiz var. Tabisiz mürəkkəb cümlədir. Eyni anda baş verən hadisələri bildirir. Yəni zaman əlaqəsində eyni anda baş verir hadisələr. Eyni anda. Bunları necə fərqləndirə bilərik uşaqlar? Bunları necə seçə bilərik? Biz komponentlərinin yerini eyni an. 2 dəqiqə. Biz bunları necə dəyişə bilərik? Komponentlərinin yerini. Məsələn, adamlar tələsirdilər, küçədə maşınlar işləyirdi. Tərəflərini dəyişdikdə heç bir məna əlaqəsi pozuntusu yaşamadıq ki, demək zaman əlaqəsidir. Hadisələr eyni anda, eyni zamanda baş verir. Yəni, tabisiz mürəkkəb cümlədir. Hadisələrimiz isə eyni anda baş verir. Məsələn, içərisində bizim hamısına aid olan bir zaman zərfimizdə iştirak edə bilər. Tutalım, deyirəm ki, yaz gələndə, məsələn, nümunəni davam elətdirmirəm. Ağaclar çiçək açır, gül gülü, bülbül bülbülü çağırır. Yazın ilıq nəfəsi bütün bitkiləri oyadırdı. Biz gördük, ümumi bir fikir bildirdik. Hamısı nəyə aiddir? Yaz gələndə zərfliyi ilə əlaqələnir. Hamısı yaz gələndə baş verir. Bu hərəkətlərin hər biri eyni anda baş verdi. Daha sonra içərisində iştirak bağlayıcısı həm də daha sonra inkarlıq bağlayıcısı nə də bunları görə bilərik. Məsələn, deyirəm, o həm oxuyur, həm də məsələn, onu demir. Orada artıq bizə belə deyimdə sizə sadə cümlə yaranacaq. Elə bir nümunə deyək ki, mürəkkəb cümlə yaransın. O həm oxuyur, həm işləyirdi. Bu nümunəmizdə biz artıq həm də iştirakı gördük. Sadəcə olaraq mürəkkəb cümlə yox, sadə cümlə formalaşdırmış olduq. Həm oxuyan da, işləyən də odur. Amma başqa bir nümunə deyirəm. Tutalım, deyirəm ki, nə o bir söz deyir, nə də anası əlavə sual verirdi. Bir söz deməyən kimdir? Odur. Əlavə sual verməyən kimdir? Anasıdır. Nə də bağlayıcısını gördük. Demək, işimiz, hadisəmiz eyni anda baş verdi. Bayaq bundan əvvəlki nümunə var idi. O nümunədə isə uşaqlar, mən nədəni, həmdəni görə bilərəm. Sadəcə olaraq baxmalıyam ki, bu həmcins xəbərli sadə cümlədirmi? Yoxsa ayrı-ayrı mübtədası xəbəri olan, ayrı-ayrı mübtədalarla uzlaşan xəbərlərdir. Yəni, o məqamlara diqqət eləməliyəm. Cümlə mürəkkəbdirmi, yoxsa mürəkkəb deyil. Sadəcə olaraq arasında zaman əlaqəsi var. O məqamlara diqqət eləməliyik, nümunələri fərqləndirməliyik. Məsələn, başqa bir nümunə deyirəm ki, nə işıq azalıb çoxalır, nə kişi azcaq qımıldanırdı. Qımıldanırdı. Kim? Kişi. Azalıb çoxalırdı. Nə? İşıq. Nə də bağlayıcısını, inkarlıq bağlayıcısını gördük. Eyni zamanda hadisələr eyni anda baş verdi. Demək, biz buna nə deyəcəyik? Zaman əlaqəsi deyirik. Başqa bir nümunə haqqında danışaq. Tutalım, deyirəm ki, dediyimiz kimi həm bağlayıcılarla işlənə bilər uşaqlar, həm də bağlayıcısız. Sadəcə olaraq vergüllərlə görə bilərik bunu. Məsələn, deyir ki, günlər keçir,
O günü-gündən yaxşılaşırdı. Yaxşılaşırdı kim? O keçirdi nə günlər. Bağlayıcısızdır. Və yaxud da belə bir nümunə də ola bilər zaman əlaqəsində. Gecə can verir, üfüqlər ağarır. Ağarır, üfüqlər can verir, gecə. Uşaqlar, artıq gecə bitir, səhər açılır. O mənadadır. Hər biri eyni anda baş verir. Yəni, gecənin bitməyi ilə səhərin açılmağı üst-üstə düşür. Demək, buna biz nə deyəcəyik? Zaman əlaqəsi deyirik. Zaman eyni anda baş verən hadisələrdir. İndi keçək hansı nümunəmizə uşaqlar? İkinci nümunəmizə. İkinci nümunəmiz bəs hansıdır? Onda nələri deyə bilərəm? İkinci nümunəmiz ardıcıllıqdır. Ardıcıllıq əlaqəsi. Ardıcıllığa əlaqəli tabis mürəkkəb cümlələrdə ardıcıl baş verən hadisələrdən söhbət gedir. Məsələn, deyirəm, zəng tutalım, vuruldu. Müəllim daxil oldu. Müəllim gəldi. Tənəffüs imiş. Zəng vurulub və müəllim artıq sinifə gəlib. Sinifə daxil olub. Deməli, tənəffüs bitib, müəllim gəlib. Zəng vurulur, bitir. Daha sonra müəllim sinifə daxil olur. Və yaxud da deyir ki, atası ət, düyü almış, anası bizə qovurmalı plov bişirmişdi. Atası aldı, gətirdi ərzaqları, ana da bundan sonra artıq plov bişirdi. İş hadisə necə olur uşaqlar? Ardıcıl baş verir. Və yaxud da deyir, küçə qapısı açıldı, kimsə içəri daxil oldu. Əvvəl qapı açılır, kimsə daha sonra içəri daxil olur. Görürsünüz ki, ardıcıl baş verir iş hərəkəti. Və yaxud da başqa bir nümunə deyirəm. Qatar stansiyaya gəldi. Qatar dayandı. Qısa yazaq. Sərnişinlər məsələn, vaqondan düşdü. Düşdü. Kim? Sərnişinlər dayandı. Nə? Qatar. Gördünüz ki, qatar dayanır, ondan sonra sərnişinlərimiz düşür. İşimiz, hadisəmiz ardıcıl şəkildə baş verir. Daha bir nümunə deyim sizə. Bayaq dediyim nümunə bundan öncəki videoda. Deyir ki, nənə sandığı açdı. Dəsmala bükülmüş pulu çıxardı. Nəvələrinə verdi. Uşaqlar, bizə elə gəlir ki, ardıcıl baş verir işimiz, hadisəmiz. Amma bir məqamı yadımızda saxlayaq. Sandığı açan, pulu çıxardan, nəvələrinə verən hamısı kimdir? Nənədir. Deməli, bu həmcins xəbərli sadə cümlədir. Ardıcıllıq kimi götürə bilmərik. Ardıcıllıq haqqında da danışdıq, müəyyən qədər məlumat əldə elədik. İndi keçək üçüncü məna növümüzə, səbəb-nəticə. Uşaqlar, ardıcıllıq əlaqəsində dediyimiz kimi bağlayıcılı və bağlayıcısız növlər ola bilər. Üçüncü haqqında danışaq, səbəb-nəticə. Səbəb, nəticə. Burada nə görürük? Səbəb-nəticə əlaqəsində cümlənin birinci tərkib hissəsində birdə səbəbi görürük uşaqlar. İkidə isə onun nəticəsini görürük artıq. Nəticəsini görürük. Məsələn, deyir ki, yağış yağmağa başladı, hər tərəf islandı. Yağış yağdı. Qısa yazıram ki, cümlələri. Yağdı. Tərəf islandı. İslandı. Hər tərəf yağdı. Yağış. Demək, bu birinci olmasaydı, ikincidə keyfiyyət dəyişikliyini görə bilməzdik. Və yaxud da deyirəm ki, o yıxıldı. Qolu əzildi. Əzildi. Nə?
qolu yıxıldı. Kim o? Uşaqlar, qol ona aid olan bir, belə deyək, hissə olsa da, bir parça olsa da, yenə də biz bu qol ifadəsini sərbəst mübtada götürə bilərik. Mənsubiyyət çəkiləcək söz mübtada kimi çıxış edə bilir. Bunun haqqında siz danışmısınız artıq. Əzilib nə? Qolu, yıxılıb kim o? Deməli, əgər ki yıxılmasaydı, qolu da əzilməzdi. Keyfiyyət dəyişikliyi baş verdi və yaxud da gün çıxdı, aləmi nura qərq etdi. Günəş çıxmasaydı, aləm nura qərq olmayacaqdı. Səbəb nəticəni gördük. Keyfiyyət dəyişikliyini gördük. Ardıcılıqla bənzəyir uşaqlar. Burada da sanki işimiz, hadisəmiz ardıcıl baş verir. Amma biz dediyimiz kimi, burada artıq birinci tərəfdə səbəb, ikinci tərəfsə onun nəticəsi gözümüzün qarşısında canlanır. Bayaqları dedik ki, qapı döyüldü, kimsə içəri daxil oldu. Döyülən qapıda içəri daxil olan kimsədir. Ardıcıldır. Məsələn, qapı döyülüb heç o daxil olmaya da bilərdi. Amma səbəb nəticədə birincinin nəticəsində ikincidə müəyyən keyfiyyət dəyişikliyi olmalıydı. Məsələn, dedik bayaqki nümunə. Yağış yağdı. Yağış yağdı. Aha. Ətraf palçıq oldu. Palçıq oldu. Aha. Deməli, uşaqlar, artıq gördük buradakı hadisə baş verməsəydi, buradakı hadisə olmayacaqdı. Deməli, nə oldu burada? Ətraf əvvəlcə quruymuş. Sonra nə oldu uşaqlar burada? Palçıq oldu. Artıq yağışın yağması nəticəsində ikinci komponentimdə müəyyən qədər iş dəyişdi. Müəyyən qədər keyfiyyət dəyişdi. Bəzən elə bir sual qarşınıza çıxa bilər. Dimin, yəni vəsaitində belə bir suallar var. Deyir ki, səbəb-nəticə əlaqəsi elə olsun ki, eyni komponent həm səbəb olsun, həm nəticə kimi düşünülsün. O zaman üçlü cümlələrə, üç komponentlərə diqqətinizi gətirin. Kitabda da belə bir nümunə verib. Məsələn, deyir ki, bunu silək, silindi. Məsələn, nümunə deyək. Elə kitabdakı nümunəni qeyd edəcəm. Deyir ki, ayağı sürüşdü. Ayağı sürüşdü. Yerə yıxıldı. Biləyi zədələndi. Zədələnən biləyidir. Yıxıldı, yəni belə deyək də, ayağı sürüşdü, yerə yıxıldı, biləyi zədələndi. Ben də bura onu qoyum ki, sizin üçün daha aydın olsun. Yıxıldı. Kim? O. Sürüşdü. Nə? Ayağı. Ayağı sürüşməsəydi, o yerə yıxılmazdı. Yerə yıxılmasaydı da biləyi zədələnməzdi. Deməli, bu o yerə yıxıldı hissəsini, ortadakı komponenti birinciyə görə nəticə götürəcəm. İkinciyə görə isə uşaqlar səbəb götürəcəm. Bu nümunə yadımızda qalsın. Yəni, üçlü nümunələrə fokuslanaq həmin anda. Burada ortadakı nümunə birinciyə görə nəticə olur, ikinciyə görə isə səbəb olur. Yerə yıxılmasaymış o, biləyi də zədələnməzdi. Demək, bu nümunə bizim həmişə yadımızda qalsın. Daha sonra başqa bir nümunə haqqında danışaq. Gələk biz aydınlaşdırma əlaqəsinə. Dördüncünü qoyaq, yazaq aydınlaşdırma. Aydınlaşdırma bağlayıcılar yadımıza gəlir, buraya yazım onlardır. Yəni, məsələn, bax, bunları da görəcək aydınlaşdırmada. Bu cümlələrdə tərkib hissələrdən birinci ümumilik bildirir. İkincisi isə onu aydınlaşdırır. İkinci onu aydınlaşdırır.
Aha. Birincidə ümumiliyi görəcəyik. İkincisi isə həmin ümumiliyi bizə daha da açır, daha da aydınlaşdırır. Məsələn, deyir ki, onun vəziyyəti pisləşdi. Pisləşdi. Xəstəliyi daha da artdı. Aha. Artdı. Nə? Xəstəliyi. Pisləşdi. Nə? Onun vəziyyəti. Gördüyü uşaqlar, sanki birincidə bir ümumilik idi. Onun vəziyyəti pisləşdi. Və onu mənə izah eləyir. Nəyə görə pisləşdi? Necə oldu? Nə olmalıydı? Xəstəliyi daha da artıb. İkincidə mənə konkretləşdirdi. Və yaxud da o pilləkənləri qalxanda donub qaldı. 2 ildə axtardığı insan sürətlə aşağı inirdi. Birincidə mənə donub qalmasını göstərdi. İkinci hissədə isə artıq o donub qalmanın səbəbini aydınlaşdırdı. Nəyə görə belə olmuşdu? Aydınlaşdırır mənə, açıqlayır onu. Aydınlaşdırma əlaqəsində çox vaxt qoşa nöqtə qoyulur. Komponentlərin arasında. Bax, belə qoşa nöqtədən də istifadə edə bilərəm. Yəni bağlayıcısından da istifadə edə bilərəm. Məsələndən də istifadə edə bilərəm. Bax, bu birincidən sonra ikincidən əvvəldə. Eyni zamanda, əgər bu bizim birinci komponentimizdən sonra aydınlaşdırma hissəsi birdən artıq cümlədirsə, 2 də ola bilər, 3 də ola bilər. Bu zaman qoşa nöqtə yox, nöqtəli vergül işarəsindən istifadə edəcəyik. Məsələn, deyir ki, gözəl bir yaz günü idi. Artıq burada nöqtəli vergül qoyur. Çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmış, hava isinmişdi. Gördünüz, 3 dənə komponent işlətdim. 3 dənə komponent olduğuna görə mən qoşa nöqtə deyil, nöqtəli vergüldən istifadə elədim. Virgüldən də istifadə edə bilərəm. Yəni, məsələn, bağlayıcılarından istifadə edə bilərəm ki, onların da önündə vergül işarəsi mütləq şəkildə qoyulur. Bu da aydın oldu bizə yəqin ki, digərinə gələk qarşılaşdırma. Qarşılaşdırma da asan məna əlaqələrindən biridir. Qarşılaşdırmada nə görəcəyik uşaqlar? Tərəflər bir-birindən qarşılaşdırılır. Antonim sözlərdən istifadə oluna bilər, müqayisə oluna bilər tərəflər bir-birindən. Deməli, yazırıq nə? Qarşılaşdırma. Aha, qarşılaşdırma. Məsələn, mən çağırdım. Mən dedim yazaq. Dedim. O etmədi. Etmədi. Kim o? Dedim. Kim mən? Qarşılaşdırdım. Və yaxud da Rəcəb çox dedi. Nadir qulaq asmadı. Çağırdım. Cavab vermədi. Mən arasında nəyi bərpa edə bilərəm? Amma, ancaq, lakin, fəqət, isə, halbuki və s. Tabesizliklərdən qarşılaşdırmanı bərpa edə bilərəmmi? Yəni, nümunə deyirəm, yaz gəlmişdi, amma havalar hələ də soyuq keçirdi. Əslində, yaz gəlib isinməliymiş. Neynədik? Qarşılaşdırdıq. Amma hələ də havalar soyuq keçirdi. O sualı təkrarladı. Sevda isə heç bir şey demədi. Mən sualı təkrarlamışam. Sevda isə heç nə demədi. Deməli, burada da hərəkət qarşılaşdırıldı. Və yaxud da başqa bir nümunə də deyək sizə, müqayisə də ola bilər uşaqlar. Deyirəm ki, mən müəlliməm, bacım isə həkimdir. Mən 5-ci sinifdə oxuyuram, bacım isə 6-cı sinifdə oxuyur. Deməli, görürsüz, qarşılaşdırılmır həmişə. Müqayisə anlamında da işlədilə bilər. Deyir, biz kənddə yaşayırıq, onlar isə şəhərdə yaşayırlar. Kənd, şəhər qarşılaşdırıldı. Antonim sözlərdən istifadə olundu. Nümunəyə yenə də diqqət eləyək. Bir nümunə deyək burada. Deyir ki, uşaqlar, məsələn, o bugün dərsə yaxşı cavab versə o dərsə cavab versə də nəsə, müəllim onu qiymətləndirmədi. Bunu gedib tabesiz götürməyin. Biz nə keçmişdik sizlə? Demişdim mən hələ dadəni ədatı keçəndə.
Sasə plus dadə. O komponenti görəndə tabeli düşünün. Tabeli. Biz deməklədən danışırıq tabesizdən. Bunu götürə bilmərəm. Və yaxud da başqa bir nümunə. Deyir ki, Aynur dərsini oxudu. Amma testi yazmadı. Yazmadı. Oxudu. Eləyən kimdir? Aynurdur. Görürsünüz, hər ikisini eləyən bir adamdır. Hər ikisini o eləyib. Biz buna nə deyəcəyik artıq? Sadə. Sadə cümlə. Bir qrammatik əsası olan cümlə. Sadə cümlə kimi yanaşırıq. Bu məqamlara da diqqət edirik. Versə də, alsa da bu komponentlər də tabeliyə gedəcəkdir. Amma bu dediyim ikinci nümunədə isə artıq mən həmciz xəbərli sadə cümlədən danışa bilərəm. Mənim qarşılaşdırma əlaqəm bax bu nümunəm ola bilərdi. Dedim, o etmədi, çağırdım, gəlmədi və s. Bunun kimi nümunələr. Və ən sonuncumuz gəlirik hansına? Bölüşdürmə əlaqəsinə. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə. Burada nələr var uşaqlar? Burada iki məqam nəzərimizə çarpır. Birincisi ya iş hərəkət bölüşdürülür və yaxud da ikisindən birinin mümkünlüyü göstərilir. Gəlin yazaq bura sonuncunu 6. Bölüşdürmə. Aha. Deməli dedim ki, bunu 1 yazaq, bir də 2 yazaq. Bölüşdürülür ya bölüşdürür. Məsələn, gah günəş çıxır, gün çıxır, gah yağış yağır. Aha, gördünüz burada bölüşdürmə bağlayıcısı istifadə elədim. Gah gün çıxır, gah yağış yağır. İkincisi isə birindən biri mümkün olmalıdır. İki işdən biri. İki işdən biri. Məsələn, ya sən gəl, ya da o gəlsin. Kim o? Gəl, kimsən? Birinci komponentim, ikinci komponentim. Sən gəl. Yaxud da o gəlsin. İkinizi bir arada istəmir. Ya birinci uyğun olmalıdır. Və yaxud da birinci uyğun olmadıqda ikinci uyğun olmalıdır. İkisi bir arada ola bilməz. İkinci komponent ya da bizə iki işdən birinin mümkünlüyünü göstərir. Ya mən səni başa düşmürəm, ya da sən özün məni anlamırsan və yaxud da özün məni belə deyək də, ya mən səni başa düşmürəm, ya da sən özün məni anlamırsan və yaxud da özün məni aldadırsan bilərəkdən. İki işdən birinin mümkünlüyüdür. Və yaxud da deyirəm ki, ya məktubu sən apar, ya da mən aparacağım. Yəni də iki işdən birinin mümkünlüyüdür. Bir də deyirəm ki, gah külək qalxır, gah da bürkü olurdu. Olurdu. Nə olurdu? Bürkü və yaxud da qalxırdı, nə qalxırdı? Külək. Bölüşdürülür işlər. Gah bu baş verir, gah digəri baş verir. Amma digər dediyim nümunədə isə uşaqlar ya da iki işdən birinin mümkünlüyüdür. Yəni ikisindən biri artıq mənim üçün mümkün oldu. Ya da bölüşdürüldü, gah da. Bu elə bir növdür ki, uşaqlar, bölüşdürmə əlaqəsi bağlayıcısız işlənmir. Həmişə bağlayıcılarla işlənir. Bağlayıcısız işlənməyən növüm hansıdır deyəndə deyirsiniz ki, bölüşdürmə. Həmişə və həmişə gah da ya da bağlayıcılarını içərisində görə bilərik. Yenə də burada da bizə elə nümunələr verə bilər ki, qarşımıza sadə cümlə olsun. Məsələn, deyir, Sabir gah dərslərini oxuyur, gah da testlərini yazırdı. Dərsini oxuyanda, testini yazanda kim imiş? Sabir imiş. Bunu artıq mən həmcins xəbərli sadə cümlə kimi düşünürəm.
Artıq buna mən mürəkkəb cümlə deyə bilmərəm. Yəqin ki, anladıq uşaqlar. Yəqin ki, bu hissəni də başa düşdük. Sağ olun.